Hamıya salam. Bugünkü videoda 16 aprel 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. Bir diaqonalı o birisindən 2 dəfə böyük olan rombun sahəsi 100 olarsa, böyük diaqonalı tapın. Diaqonalın birini D ilə, digərini 2D ilə işarə eləyək. Rombun sahəsini S bərabərdir D1 vurulsun D2 böl 2 düsturu ilə hesablamaq olar. D1-in yerinə D, D2-nin yerinə 2D yazaq. Bölünsün 2 bərabərdir 100. D kvadratı bərabərdir 100. D bərabər olur 10-a. Bizdən böyük diaqonalı soruşur. Böyük diaqonal 2D idi. Deməli 2 vurulsun 10. Cavab olur 20. İkinci sual. Y bərabərdir kx plus 3 funksiyasının qrafiki M nöqtəsindən keçirsə k-nı tapın. X-in yerinə 2, Y-in yerinə 9 yazıb k-nı tapaq. 9 bərabərdir k vurulsun 2 üstəgəl 3. 2k bərabərdir 6-ya. K bərabər olur 3-ə. Üçüncü sual. Diametrə perpendikulyar olan vətər diametri 5 və 45 cm-li 2 hissəyə bölür. Vətərin uzunluğunu tapın. Şəkli təsvir elədik. Əgər diametr vətərə perpendikulyardırsa, vətəri 2 bərabər hissəyə bölür. Bura x, burada x olur. Kəsişən vətərlərin belə bir xassəsi var. Bölündüyü hissələrin hasilləri bir-birinə bərabər olur. X kvadratı bərabərdir 5 vurulsun 45. X kvadrat bərabərdir 225. X bərabər olur 15-ə. Vətərin uzunluğu 2x-ə bərabər idi. 2x bərabərdir 30. Cavab 30. Dördüncü sual. Bir ədədin 15%, digər ədədin 45%-nə bərabərdir. Bu ədədlərin cəmi 120 olarsa, ədədlərin fərqinin modulunu tapın. Birinci ədəd olsun x, ikinci ədəd olsun y. Birincinin 15%-i bərabərdir ikincinin 45%-nə. Hər tərəfi 100-ə vururuq, 15-ə bölürük. X bərabər olur 3y-ə. Bu ədədlərin cəmi 120-dir. X üstəgəl y bərabərdir 120. X-in yerinə 3y yazırıq. 3y üstəgəl y bərabərdir 120. 4y bərabərdir 120. Y bərabər olur 30-a. X bərabər idi 3y-ə. 3-ü 30-a vururuq. X olur 90. Ədədlərin fərqinin modulunu soruşur. 30 çıxılsın 90. Cavab olur 60. 5-ci sual. Əkob bölünsün əbob nisbətini hesablayın. Biz bilirik ki, 2 ədədin əkobunun onların əbobuna nisbəti ortaq olmayan vuruqların hasilinə bərabər olur. 54 və 96-nı vuruqlarına ayıraq. Hər iki ədəddə ortaq olanların üstünə xətt çəkək. Yerdə qalır 3 vur 3 vurulsun 2 üstündə 4. 3 vur 3 9, 2 üstündə 4 16. Cavab olur 144. 6-cı sual. İfadənin qiymətini tapın. Surətdəki ifadəni müxtəsər vurma düsturunun köməyi ilə vuruqlara ayıraq. 10 çıx 7, 10 üstəgəl 7, bölünsün 17. 17, 17 ixtisar gedir, yerdə qalır 3. Cavab C variantı. 7-ci sual. Sinifdə 18 oğlan və 7 qız var. Püşkatmada seçilən şagirdin birincisinin oğlan, ikincisinin qız olması hadisəsinin ehtimalını tapın. Sinifdə cəmi 25 şagird var. Birincinin oğlan olma hadisəsinin ehtimalı 25-də 18-dir. Bir oğlan seçiləndən sonra sinifdə 24 şagird qalır və 24 şagirddən birinin qız olma hadisəsinin ehtimalı isə 24-də 7-dir. Bu iki ehtimalın hasilini tapaq. Cavab olur 21.
8-ci sual. B-nin hansı qiymətində 2B üstəgəl 12 ifadəsinin qiyməti 3B çıxılsın 15 ifadəsinin qiymətindən 2 dəfə çoxdur? 2B üstəgəl 12, 3B çıxılsın 15 ifadəsinin qiymətindən 2 dəfə çoxdur. Bu tənliyi həll edək. 2B üstəgəl 12 bərabərdir 6B çıxılsın 30. 4B bərabərdir 42. B bərabər olur 10,5. 9-cu sual. Şəklə əsasən AC-ni tapın. Bu tapşırığı həll etmək üçün oxşarlıqdan istifadə edəcəyik. Həm ABC üçbucağında, həm də ACD üçbucağında bir dənə ortaq bucaq var. Şəkildə ABCD trapesiyası verilib. Trapesiyanın oturacaqları bir-birinə paraleldir. Bura beta bucağı olarsa, burada beta bucağı olacaq. Çünki daxili çarpaz bucaqlar olur. Yerdə qalır bu bucaqlar. Bu bucaqlar da avtomatik bir-birinə bərabər olur. Üç bucağı bir-birinə bərabər olduğuna görə sübut elədik ki, ABC və ACD üç bucaqları bir-birinə oxşardır. İndi uyğun tərəflərin nisbətini yazıb AC-ni hesablayaq. Burada bucaq A-nın qarşısında duran tərəf 8-in, ikinci üç bucaqda bucaq D-nin qarşısında duran tərəf AC-yə nisbəti bərabərdir. ABC üç bucağında qammanın qarşısında duran tərəf AC-nin, ACD üç bucağında qammanın qarşısında duran tərəf 32-yə nisbəti. Çarpaz vurub həll edək. AC-nin kvadratı bərabərdir 8 vur 32. AC-nin kvadratı bərabərdir 256. AC bərabər olur 16-ya. Cavab A variantı. 10-cu sual. Düzbucaqlının diaqonalı 30 cm-dir. Uzunluğu 24 olarsa n-ni tapın. Şəkli təsvir elədik. Göründüyü kimi burada diaqonalı çəkəndən sonra 2 dənə üçbucaq əmələ gəlir və bu üçbucaq düzbucaqlı üçbucaqdır. Deməli biz düzbucaqlının n-ni Pifaqora görə tapa bilərik. X kvadrat üstəgəl 24-ün kvadratı bərabərdir 30-un kvadratına. X kvadrat üstəgəl 24-ün kvadratı 576 bərabərdir 900-ə. X kvadrat bərabərdir 324. X bərabər olur 18-ə. Cavab Y variantı. 11-ci sual. Uyğun tərəfi perpendikulyar olan müxtəlif adlı bucaqlardan biri 94 olarsa, o biri bucağı tapın. Uyğun tərəfi perpendikulyar olan bucaqların cəmi 180 dərəcəyə bərabərdir, ya da bu bucaqlar bir-birinə bərabərdir. Şərtdə müxtəlif adlı olduqları vurğulanıb, deməli bunlar bir-birinə bərabər deyil. Onda ikinci bucağı tapmaq üçün 180-dən birinci bucağı çıxırıq. Cavab 86 C variantı. 12-ci sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 40 dərəcə olarsa, o biri iti bucağı tapın. Düzbucaqlı üçbucağın bir bucağı 90 dərəcəyə bərabərdir. Onda qalan iki iti bucağın cəmi də 90 dərəcəyə bərabər olmalıdır. Bu iti bucaqlardan biri 40 dərəcədirsə, ikincisi 50 dərəcəyə bərabər olur. Cavab B variantı. 13-cü sual. Kəsişmənin ən böyük və ən kiçik qiymətinin cəmini tapın. Kəsişmənin ən kiçik qiyməti 0 ola bilər. Çünki bu A çoxluq olsun, bu da B çoxluq olsun. 8 element, 3 element və bunların heç bir ortaq elementi yoxdursa, bunların kəsişməsi olur 0. Kəsişmənin ən böyük qiyməti isə 3-ə bərabərdir. Çünki əgər B çoxluğu A-nın alt çoxluğu olarsa, burada 3 dənə ortaq element olacaq. 0 üstəgəl 3, cavab olur 3. 14-cü sual. Tənliklər sistemindən x üstəgəl y cəmini tapın. Yuxarıdakı bərabərliyin hər tərəfini 3-ə, aşağıdakı bərabərliyin hər tərəfini 2-yə vuraq. 9x üstəgəl 12y bərabərdir 24. 14x üstəgəl 12y bərabərdir 44. Aşağıdakı ifadədən yuxarıdakı ifadəni çıxaq. 14 çıx 9. 5x bərabərdir 20-yə. X bərabər olur 4-ə. İndi isə y-i tapaq.
4y bərabərdir 8 çıxılsın 3x. 4y bərabərdir 8 çıxılsın 12. 4y bərabərdir -4. Y bərabərdir -1. X 4, y -1 oldu. Bunların cəmi 4 üstəgəl -1. Cavab olur 3. D variantı. 15-ci sual. Tənliyi ilə verilmiş çevrənin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Çevrə OY oxu ilə kəsişirsə, onun x koordinatı 0-a bərabər olur. Deməli, x-in yenə 0 qoyub koordinatları tapa bilərik. 0 üstəgəl y çıx 5-in kvadratı bərabərdir 144. Y çıx 5 bir dəfə 12-yə bərabər olur, bir dəfə isə -12-yə bərabər olur. Y bərabərdir 17, y bərabərdir -7. Dedik ki, x koordinatı 0 olur. Deməli, nöqtənin koordinatları olur 0, 17 və 0, -7. 16-cı sual. Ədədin 4/1 hissəsi ilə 9/4 hissələrinin cəmi 25 olarsa, həmin ədədin 4/1 hissəsini tapın. Ədəd olsun x. 4/1 hissəsi olur 4/1x. 9/4 hissəsi olur 9/4x. Bərabərdir 25. Ortaq məxrəcə gətirib bunu hesablayaq. 36. Birinci kəsin hər tərəfini 9-a, ikinci kəsin hər tərəfini 4-ə vuraq. Bərabərdir 25. 25x bölünsün 36. X bərabər olur 36-ya. Həmin ədədin 4/1 hissəsini tapın. 36 vurulsun 4/1, cavab olur 9. 17-ci sual. İfadəni sadələşdirin. Yuxarıdakı ifadədən -2-ni ortaq çıxardaq. Aşağıdakı ifadəni isə vuruqlarına ayıraq. Hasili 32, cəmi -12 edən ədədlər -4 və -8-dir. A çıx 4, A çıx 8. Bu ifadələr ixtisar olur, qalır -2 bölünsün A çıx 4. 18-ci sual. Bu ədəd 9-a tam bölünərsə, x-i tapın. Hər hansı bir ədəd 9-a tam bölünürsə, onun rəqəmləri cəmi 9-a bölünür. Bu ədədin rəqəmləri cəmini hesablayaq. 2 üstəgəl x üstəgəl 3, 5, 4 bərabərdir 14 üstəgəl x. X elə bir ədəd olmalıdır ki, bu cəm 9-a tam bölünsün. X-in yerinə 4 yazsaq, cəm olacaq 18. 18 4-ə bölünür. Deməli, x 4-ə bərabər olur. 19-cu sual. Düzbucaqlı paralelipedin ölçüləri 3, 4 və 5 olarsa, həcmini tapın. Həcmin tapılma düsturu V bərabərdir. A vur, B vur, C-dir. 3 vur, 4 vurulsun 5. Cavab olur 60. Düzbucaqlı paralelipedin həcmini tapmaq sualı demək olar ki, hər il imtahanda istifadə olunan sualdır. Və bu bir o qədər də asan sualdır. Ona görə də bu düsturu bilmək faydalıdır. 20-ci sual. Tənliyi həll edin. Mötərizələri vurub açaq. 6x çıx 24 üstəgəl 2x üstəgəl 10 bərabərdir 18. 6x üstəgəl 2x 8x çıxılsın 14 bərabərdir 18. 8x bərabərdir 32-yə, x bərabər olur 4-ə. Cavab 4. 21-ci sual. İfadəni sadələşdirin. Mötərizələri vurub açaq. 3a vur 5 üstəgəl 3a vur 2 çıx 10 çıx 4a. 3a vur 5 olur 15a üstəgəl 3a vur 2a 6a'nın kvadratı. Çıxılsın 2 vur 5 10 çıxılsın 4a çıx 6a kvadratı üstəgəl 10. 6a kvadratı islah olur. 15a çıxılsın 4a 11a. Mənfi onlarda islah olur, qalır 11a. 22-ci sual. Bərabərsizliyi həll edin. 2,6 çıxılsın 5 üstəgəl 2y kiçikdir 6-dan. 2y kiçikdir 8,4-dən. Y kiçikdir 4,2-dən. 23-cü sual. Kök altında 18 böl kök altında 2 ifadəsini hesablayın. Eyni kökün altına salsaq 18 böl 2
Kök altında 9. Cavab olur 3. C variantı. 24-cü sual. Ədədi faizlə ifadə edin. Hər hansı bir ədədi faizlə ifadə etmək üçün həmin ədədi 100-ə vurmaq lazımdır. 0,1000-də 274 ədədini 100-ə vursaq, vergülü sıfırların sayı qədər. Yəni 2 ədəd sağa sürüşdürmək lazımdır. Cavab olur 27,4. 25-ci sual. Sahədə bir düz xətt üzərində A nöqtəsindən başlayaraq B nöqtəsinə daxil olmaqla aralarındakı məsafə eyni olan 99 ağac əkilib. C nöqtəsi A və B nöqtələri arasında yerləşir. AC böl CB nisbəti 3/4 olarsa, C nöqtəsi A-dan başlayaraq neçəncidir? Şəkli təsvir elədik. Bunu daha da aydın başa salmaq üçün mən belə bir misal göstərə bilərəm. Fərz eləyək ki, AC məsafəsi 3K-ya bərabərdir və burada cəmi 4 ağac əkilib. 1-ci ağac, 2-ci ağac, 3-cü ağac və 4-cü ağac. Bu 4 ağac arasında cəmi 3 dənə hissə var. Deməli, AC-nin uzunluğunu tapmaq üçün biz 3K-nı 3-ə bölməliyik. Çünki 4 ağac arasında 3 dənə hissə var. İndi bunu ümumi tapşırıq üçün desək, 99 ağac əkilibsə, onların arasındakı belə kiçik məsafələrin sayı olacaq 98. Və bu 98 7K-ya bərabər olur. Onda K bərabərdir 14. AC-nin uzunluğu olur 3K. Yəni 3 vurulsun 14, 42. Deməli, AC məsafəsində 42 dənə belə hissə var. Əgər 42 dənə belə hissə varsa, deməli, C nöqtəsində olan ağac A-dan başlayaraq 43-cü olur. Bunu bayaq da izah elədim ki, əgər 3 dənə hissə varsa, C nöqtəsindəki ağac olur 4-cü. Misalda isə 42 hissə olduğunu tapdıq. Deməli, C nöqtəsində olan ağac 43-cü ağac olur. Cavab 43.